diplomatiya başqa məsələdir və xalqlar arası münasibət bundan təsirlənə bilməz. Bunu Yeni Çağ açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib. O, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstanın Şimali Kipr Türk Respublikasını tanımayacaqlarını bildirməsi məsələsini şərh edərkən bildirib ki, bu Türk birliyinin gələcəyi üçün xələl deyil. Mən hesab edirəm ki, gələcəkdə Türk birliyi üçün, Türk dünyası üçün hər hansı bir xələl gətirməz. İndi ola bilsin ki, burada müəyyən maliyyə dəstəyi ilə bağlı bir razılaşmanın tərkib hissəsi ola bilər. Ancaq ümumilikdə Türk ruhuna, Türk birliyinə, Türk qardaşlığına bu təsir edə bilməz. Diplomatiya başqa bir məsələdir. Ancaq Türklərin bir-birinə olan o qan yaddaşında olan, gendə olan istəklər və ümumən bu birliyin getdikcə daha da xalqlar arası, yəni onsuz da kökümüz bir xalqı, bu xalqlar arasındakı münasibətə heç bir təsir göstərə bilməz. Çünki bu belə deyil, diplomatik baxış deyil, bu insanların istəyidir, bu xalqların istəyidir, bu Türk xalqlarının bir-birinə olan istəyidir ki, bunun qarşısını heç nə ala bilməz.